Bismillahirrahmanirrahim. Qardaşlar, imanın əsaslarından biri odur ki, biz Allah-u Teala nazil etdiyi bütün kitablara iman etməliyik. Quranda da dəfələrcə Allah bunu vurğuluyur. Məsəl üçün bir ayə dəlil olaraq getirək. Əl-İmran surəsinin 3-cü ayəsini. Allah Zülcəlal və İkram bu ayədə nazil edib. Nazzələ aleykəl kitabə bil-haqqi musaddiqən limə beynə yədeyhi və ənzələt təvratə vəl-incil. O, yəni Allah, kitabı sənə haqq olaraq nazil etdi. Musaddiqən limə beynə yədeyhi, ondan öncəkiləri təsdiqləmək üçün. Və ənzələt təvratə vəl-incil. Tövrəti də və İncili də o nazil etdi, yəni Allah. Amma həmçində Quranda ayələr var ki, öncəki kitablar da təhrif olunub. Yəni müəyyən dəyişikliklər var orada. Hansısa ayələr gizlədilir, nəsə orada əlavə olunur, yanlış məlumat var. Məsəl üçün, xristiyanların özündə belənki bir düşüncə var. Onlarda var kanonik İncil, 4 dənədir. Yəni bu bütün kilsə istəyir ortodoks olsun, katolik olsun, protestant olsun, bunu hamı qəbul edir. Bir də onlarda var İncillər, onlar apokrif deyilirlər. O apokriflərin məsəl üçün çoxu rəsmi kilsələr qəbul etmir. Aleykumsalam və rəhmətullah. Və Quranda da bu təhrif olunma barəsində də ayələr bir neçə dənədir. Birin zikr eləyək Allahın iznən. Bəqərə surəsinin 79-cu ayəsi. Allah-u Teala bu ayədə nazil edib ki, فَوَيْلُ لِلَّذِينَ يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَذَا مِنْ عِنْدِ اللّٰهِ لِيَشْتَرُوا بِهِ ثَمَنًا قَلِيلًا. Vay olsun o kəslərin halına ki, onlar öz əlləri ilə kitab yazırlar. Sonra deyirlər ki, həqiqətən bu Allah tərəfindəndir. Ne üçün bunu edirlər? لِيَشْتَرُوا ثَمَنًا قَلِيلًا. Ucuz bir qiymətə satmaq üçün. Ucuz bir qiymətə satmaq o demək deyil ki, nəsə qəpik quruşa onu satmaq, satsa yox. Hansı məqsəd üçün? O məqsəd çox şey ola bilər. Və davamında da Allah deyir, فَوَيْلُ اللّٰهُمْ مِمَّ كَتَبَتْ اَيْدِهِمْ وَوَيْلُ اللّٰهُمْ مِمَّ يَكْسِبُونَ. Vay olsun onların halına, əlləri yazdıqlarına görə və vay onların halına, onlar qazandığına görə, qazanclarına görədir. Deməli, aydındır, biz bütün Allah Teala nazil etdiyi kitablara iman etmişik, amma bilir ki, öncəki kitablarda təhriflər var. Və oradakı təhriflər indi müasir zamanda o toplumlar tərəfindən dəlil kimi, sübut kimi istifadə olunur. Və o təhriflərə əsaslanaraq çoxlu haqsızlıqlar edilir. Yəni məzlumlara qarşı, kiminsə haqqına girməyə, hansı soyqırımlar həmən o təhriflərə əsaslanaraq edilir. Onlar çoxdur. Yəni vaxtınızı çox almamaq üçün bir neçəsi sizə misal getirmək istəyirəm. Deməli, əski əhd, köhnə əhd. Belə deyək də Tövrat. Orada kitabların adı var. Birinci gəlir orada yaradılış kitabı. Rusça gedir Kniga Bıtiya. Deməli, 25-ci hissədə. Orada çox uzundur, mən onun müxtəsər qısa variantını sizə çatdıracağım. Deməli, Allahın elçisi İshak aleyhissalam. İshak aleyhissalam kim idi? İbrahim aleyhissalamın oğlu. İshak aleyhissalamın 2 oğlu olur, əkiz. İsaf, bir də Yakub. Yakub aleyhissalam Qurana görə Allahın elçisidir. Zaten Tövrata görə də Allahın elçisidir. Bunlar əkizdir. Amma vaxt baxımı ilə İsaf Yakubdan böyüdür. İshak aleyhissalam qocalır, ağır xəstələnir, gözləri kör olur. İsafı çağırıb yanına. Deyir ki, sən mənim böyük oğlumsan. Yəni, mən vəfat edəndən sonra ailənin, nəslin başçısı sən olacaqsan. Hər şey sənə keçəcək, sən idarəçi olacaqsan. Onun anası Rebeka isə kiçik oğlunu Yakub aleyhissalamı daha çox sevirdi. İshak aleyhissalam oğluna tapşırıq verir. İsaf ovçu olur. Ona tapşırıq verir, get ova, heyvan ovla, onun ətindən mən sevdiyim, mən xoşladığım yeməkdən pişir, gəl yanıma, mən o yeməkdən yiyib, sənin üçün xeyir dua edəcəm,
və hamıya elan edəcəm ki, artıq məndən sonra nəslin başçısı sənsən. Rebeka bunu eşidir. İsav gedəndən sonra oğlu Yakubu çağırır. Deyir ki, get tez, tövləyə 2 dənə kəpiş, yəni balaca keçi. Kes, getir mənə, atan sevdiyi yeməkdən mən pişirəcəm. Sonra getirir İsavın paltarlarını giyindirir ona. Deyir ki, girəcəksən atanın yanına. Yeməyi verəcəksən, deyəcəksin ki, sən İsavsan. Qoy sənin üçün xeyir dua eləsin, sən olasan nəslin başçısı. Baxın, Yakub Aleyhisselam Allahın elçisidir. Amma Tövrata görə doğma atasını, Allahın elçisini aldadır. Girir yanına. Estağfurullah, əlbəttə ki. Girir atasının yanına. Hə, yeməkdən verir, atası təcrübəni deyir ki, oğlum, sən nə tez ovdan qayıtdın. Yeməyi yiyəndən sonra atası deyir ki, gəl öpüm səni. Və qardaşın paltarın giyini baxır. Atası kördür, gözü görmür İshak Aleyhisselamın. Oğlunun kokusunu, iyini hiss eləyir. Deyir ki, hə, həqiqətən sənsən. Xeyr dua eləyir, elan ki, mən səni təyin elədim. Məndən sonra nəslin başında sən duracaqsan. Əstəğfurullah. Yəni, öz atasına, Allahın elçisinə yalan danışır. İndi kimsə deyək ki, hə, keçmiş zamanda olan bir hadisədir. Hə, onun nə adiyyatı var? Hər bir, və aleykum salamullah, hər bir dindar toplum müqəddəs kitaba bir qayda kimi baxır, bir qanun kimi baxır. Əgər bir toplum buna iman edibsə, yəni əstəğfurullah, oğul atasını aldada bilər, bir insan Allahın elçisini aldada bilər, yalan danışaraq liderlik əldə edə bilər. Bunu edəndən sonra da Allah-u Teala əstəğfurullah, Yakub Aleyhisselama nə qəzəblənir, nə bir şey, heç nə yoxdur. Sadəcə anası deyir ki, sənin qardaşın gəlsə, xəbər tutsa, halın pis olur, gel bir neçə il başqa yerdə yaşa, sonra qayıdarsan. Və bu nədir? İbrətdir. Deməli, yalanla, hətta Allahın elçisini aldadmaqla belə lider olmaq olar. İbrətdir. Yəni deyəcək ki, əstəğfurullah, əstəğfurullah. Allahın elçisi belə etdirsə, biz də edə bilərik. Başqa bir dənə misal. Yenə Yakub Aleyhisselamın həyatından. Deməli, Yakub Aleyhisselamın Tövrata görə Dina adında qızı olur. İndi əstəğfurullah, mən bilmirəm, bu məlumat nə qədər doğrudur, yalandır, bilmirəm. Tövratda belə keçir. Burada Qurtuluş kitabında, Yaradılış kitabında keçir, 34-cü hissədə. Deməli, əstəğfurullah, həmən Dinanı bir dənə gənc oğlan, Sixem adında gənc oğlan, o gənc oğlanın da atası kəndin ağsaqqalı olur. Onu əstəğfurullah təcavüz edir, zorluyor. Sonra peşman olur, atasına deyir ki, bəs mən etdiyim əmələ görə peşmanam, gəl gedək, sən elçi ged, mən onunla evlənmək istəyirəm. Hə, Yakub Aleyhisselam da güya ki, bundan xəbər tutur, qardaşları, 12 oğlu vardı, onlardan da bir Allahın elçisi, Yusuf Aleyhisselam. İndi oğulları xəbər tutur, hə, bunlar da qəzəblənirlər, orada əstəğfurullah, güya hilə işlədirlər. İndi siz diqqətlə baxın, necə hilə işlədirlər. Din adından deyirlər ki, biz öz bacımızı sənə verə bilməliyik, çünki sən bizim dinimizdə deyilsən. Onların dini nə idi? İslam. Düz indi dindar olmayanlar anlamıyor, necə yanında Yakub Aleyhisselamın övladları isə Bəqərə surəsində keçir. Yəni Yakub Aleyhisselam onlardan soruşur, məndən sonra kimə ibadət edəcəksiniz? Onlar deyirlər, İlahəkə, ilahə əbəikə İbrahimə və İshakə ilahən vahidən və nəhnu ləhu muslimun. Biz tek olan bir ilaha ibadət edəcəyik. Atalarımızın, İbrahimin ilahı, İshakın ilahı, sənin ilahın tek olan ilah və biz ona təslim oluruq, muslimun, yəni müsəlmanıq. Dinləri İslam idi. Bunlar deməli, həmən kəndin ağsaqqalını və onun oğlu deyirlər ki, biz bacımızı yalnız siz bizim dini qəbul etsiniz, yəni İslamı qəbul etsiniz, onda verə bilir. Oğlan deyir, yaxşı, mən razıyım. Deyir, amma bunun üçün sən geri sünnət edəsən. Və tek sən yox, kəndin bütün kişiləri geri sünnət etsin, ondan sonra biz bacımızı sənə ərə veririk. Bunlar qayıdırlar öz kəndlərinə, bu zaten kəndin ağsaqqalıdır. Deyir, bu insanlar yaxşıdır, bu insanlar zəngindir, biz onlarla qohum olsaq, bizim yaşayışımız daha yaxşı olacaq, biz onlara qız verəcəyik, onlardan qız alacaq, orada yəni biznes maraqları da var, yəni onlarda malqara böyük çoxdur, yəni
Biz birləşərik, daha zənginləşərik, belə kəndin, mən qısa, müxtəsər formada izah edəndə, kəndin bütün kişiləri özünü sünnət edir. Yəni bu nə oldu? Din adından da dedilər ki, bizim dinimizi qəbul edin. Yəni tövhid dinini qəbul edin, ondan sonra bacımızı verir. Və nə edirlər? Yaqub Aleyhisselamın iki oğlu, Levi, bir də Simeon. Qılınc alıb girirlər həmən kəndə. Kişilərin heç biri savaşa bilmir. Çünki əməliyyat olunurlar da, belə deyək, cərahiyyət əməliyyat. Hamısını öldürürlər. Hamısını öldürürlər orada. Qadınlar, uşaqları əsir götürürlər. Bütün mal dövlətləri özlərinə qənimət götürürlər. Buradan nə nəticə çıxır? Əstəğfurullah, Allahın elçisi Yaqub Aleyhisselam, düzdür, o insan namusuna toxundu, onun cəzası edam da ola bilər bir şəxsin. Amma din adından hamını aldadıb, hamının canını almaq, qadınlarını, uşaqlarını əsir götürmək, mal dövlətlərini qənimət götürmək və niyə əsaslanmaq? Müqəddəs kitabda bu varsa, Allahın elçisi belə eləyibsə, deməli biz də edə bilərik. Deməli bu müqəddəs qaydadır da. Allah bundan razı qaldı. Əstəğfirullahi və atubu ileyh. Allah qəzəblənmədi, bundan razı qaldı. Deməli biz də bu yolla getməliyik, biz də bunu edə bilərik. İndiki zamanda da yaşanır bu problemlər. Başqa bir dənə misal. Biz Qurandan bilirik ki, Harun Aleyhisselam Allahın elçisiydi. Musa Aleyhisselam onun üçün dua etmişdi. Allah'tan xahiş elədi, yalvardı ki, Harun Aleyhisselam onun qardaşıdır, onunla bərabər Allahın elçisi olsun. Allahın elçisi Musa Aleyhisselam 40 gecə Allah'tan vəhy alanda Quranda vəzir keçir. Harun Aleyhisselam vəzir olaraq qaldı. İdarə edirdi İsrail oğullarını. Biz Qurandan bilirik ki, onları aldadan Samiri idi. Yenə özləri etdilər. Allah subhanahu wa ta'ala onlar Misirdəyən o da möcüzə göstərdi onlara. Onları dənizdən çıxartdı. Onların düşmanını məhv etdi. Bütün bu şeyləri öz gözləri ilə görmüşdülər. Nə bilim, suyun qal olması, nə bilim, qurbağaları, kərkələri, hər bir şey görmüşdülər. Yəni Qurana görə bunları Samiri azdırır. Amma Tövratda necə keçir? Deməli, Çıxış kitabı 32-ci hissə. Onlar İsrail oğulları, əstəğfurullah, gəlirlər Harun Aleyhisselamdan xahiş edirlər ki, bizə bir dənə tanrı düzəld. Qardaşın gələnə qədər biz həmən tanrıya ibadət edək. Və əstəğfirullahi, güya ki Harun Aleyhisselam deyir, bütün qızıl əşyaları yığın, getirin. İndi siz baxın, fikirləşin. Yəni qızıl mal dövlət deməkdir. Hətta Allah yolunda xərcləyəndə şeytan insana vəsvəsə verir. 100 manat vermə, 50 manat ver. Yəni bu şeytanın işidir. Bu insanlar üçün saxta tanrı düzəlmək üçün bütün mal dövlətlərini, bütün qızıllarını verirlər. Və güya ki Allahın elçisi əstəğfurullah, Harun Aleyhisselam bunları bu qızıl buzovu düzəldir. Qabağında da qurbanlıq düzəldir. Deyir ki, sabah əstəğfurullah, güya ki deyir, bu sizin tanrınızdır. Misirdən sizi o çıxardı, Firavundan sizi o xilas edib. Sabah bayramdır, gəlib hamımız burada qurban kesəcəksiniz. Və səhərsi gün gəlirlər, orada qurban kesirlər, rəqs edirlər. Düzdür, Tövratda da keçir, Musa Aleyhisselam enir, qəzəblənir, oradakı o Allaha şərik qoşunları edam edirlər. Amma bir dənə çox mühüm məsələ var da, əstəğfurullah, güya ki bunu hamısına Harun Aleyhisselam edir. Və Harun Aleyhisselam heç bir cəza almır. Ondan sonunda yenə İsrail oğulların rəhbəri qalır. Hətta onlarda bölünür də. Məsəl üçün, ravinlər, sinagogada ibadət edənlər filan qoldan olmalıdırlar. Nə bilim, əskərlər filan qoldan olmalıdırlar. Bunlar hamısı Tövratda bölünüb. Yəni Harun Aleyhisselamın oğulları da böyük bir vəzifədə idilər. Həmən cəmiyyətdə. Və Allah subhanahu wa ta'ala bunu cəzalandırmır. Allah subhanahu wa ta'ala bunun barəsində heç bir ayə nazir. Halbuki Musa Aleyhisselam gələndə 10 qayda ilə, 10 qanunla, o zapoviz deyirlər də Rusiyada, 10 zapoviz. Birinci orada nəyə aid idi? Tövhidə aid idi.
Allahdan bərabər özünə tanrı eləmə. Nə göydə uçan, nə suda üzən, nə quruda gəzən heç bir şey ibadət eləmə. Bunlar isə qızıldan buzov düzəldirlər. Və Harun Aleyhisselam heç bir cəza almır. Yəni, bu hələ-belə hekayə deyil, bunu hələ-belə ora daxil etməyiblər. Onların da qaydasına görə ən böyük günah Allah'a şərik qoşmaqdır. Zaten birinci qaydadır bu. Musa Aleyhisselam'a verilən 10 qaydanın ən birinci qaydasıdır. Bizim dində də, bizim kitabda da, Quranda da 2 dəfə Allah təkrar edir ki, İnna Allah la yaghfiru an yushrika bihi və yaghfiru ma duna zalika limen yasha. Həqiqətən Allah ona şərik qoşmağı bağışlamır. Bundan başqa ya bundan kiçik günahlar istədiyi şəxsə bağışlayar. İstəsə bağışlayar, istəsə bağışlamaz. Allah Ar-Rahmandır, Əl-Vaduddur, Ar-Rahimdir, Əl-Ğafurdur. Bunu Allah bilir, biz bilmirik. Amma bizdə də eyni şeydir. Yəni Allah'a şərik qoşulursa mütləq tövbə gərəklidir. Tövbəsiz bağışlanmır bu günah. Onlarda da eyni şeydir, amma Harun Aleyhisselam cəza almır. Deməli nə? Bu toplumun rəhbəri toplumun faydası üçün güya ən böyük günah etsə də belə problem yoxdur. Quranda isə necə keçir? Musa Aleyhisselam gəlir, qəzəblənir. Harun Aleyhisselam ki, ya buna ummə lə təxuz bilihyəti və lə bir rəsi. Ey anamın oğlu, mənim saqqalımdan, saçımdan yapışma. İnni xəşitu ən təkulə fərraqdə beynə bəni İsrailə. Mən qorxurdum ki, sən deyəcəksən ki, mən İsrail oğullarının arasında parçalanma saldım. Və sənin əmr və tabi olman. O bir yerdə keçir ki, mən zəif idim, heç nə edənmədim. Qasas surəsində, Taha surəsində hər yerdə keçir bu. Harun Aleyhisselam zəif idi, heç nə edənmədi. Amma burada keçir ki, Əstəğfirullah və ətûbü ileyh. Harun Aleyhisselam onların üçün büt düzəltdi. Bir də misal çəkək. Deməli, Ədədlər kitabı, 37-ci hissə. Deməli, Allahın elçisi Musa Aleyhisselam gəlir Mədyana, onlarla savaşa. Və İsrail oğullarına əmr verir. Əmr edir ki, kişi cinsində hamısını, beşikdən tutmuş ağsaqqallara qədər, kişi cinsində nağd insan var, hamısını öldürmək, bakirə olmayan qadınları hamısını öldürmək, bakirə qızları əsir götürmək. Yaxşı, Misirdə Firavun eyni şey eləmirdi. Allah-u Teala niyə görə onları xilas elədi? Yəni Firavun eyni zülm edirdi də Misirdə onlara qarşı. Beşikdə olan körpə oğlan uşaqları öldürürdü. Əmr verdi, öldürsünlər. İndi güya ki, Əstəğfirullah, Əstəğfirullah, Allahın elçisi Musa Aleyhisselam Quranda ən çox adı çəkilən elçi firavunluq edir başqa xalqa qarşı. Əgər bunu Musa Aleyhisselam eləyibsə, deməli indiki zamanda da bunu etsələr, problem yoxdur. Musa Aleyhisselamın yolu ilə deməli gedirlər, heç bir problem yoxdur. Deməli, Əstəğfirullah, Allah razı qaldığı bir əməldir bu. Başqa bir dənə misal, çox önəmli, zamanımızda da çox da aktual, deməli, Ftarazakoni, Qanunun Təkrarı kitabında keçir, 23-cü hissədə. Orada açıq aydın əmr var ki, riba haramdır. Yəni, faizlə borca pul verməyə haramdır. Kimə qarşı? Ancaq öz qardaşlarına qarşı. Ancaq İsrail oğullarına. Başqalarına heç bir problem yoxdur. Başqalarına faizlə borca pul verə bilərsin. Zamanımızda yaşadığımız problemdir. Yəni, bu müqəddəs kitablarında keçir. Deyəndə ki, Tövrat bizim də kitabda, biz onu iman etmişik. Yəni, təhrif olunmuş, sonradan salınmış, bu ayələrdə keçir. Quranda isə Allah Subhanahu wa Ta'ala deyir ki, bunu etməsəniz, Allah və onun elçisi sizə hərb elan edir. فَاِنْ لَمْ تَفْعَلُوا فَعَزَانُوا بِحَرْبٍ مِنَ اللّٰهِ وَرَسُولِهِ. Əgər bu faizini, ribanı tərk etməsiniz, bilin ki, Allah onun elçisi sizə hərb elan edir. O dərəcədə böyük bir günahdır. Amma burada sırf öz cəmiyyətində etməməlisin. Başqası gəlsə problem yoxdur, ona faizlə pul ver. Varlan bununla. Və belə misallar həddindən artıq çoxdur. Həddindən artıq çoxdur və indiki zamanda yox, bu neçə yüz illərdir, neçə əsrlərdir bu proseslər, bu müharibələr, bunlar boş yerə əsaslanmır.
Bunlar həmən bu təhrif olunmuş ayələrə əsaslanırlar. Və inanırlar ki, hə, biz doğru iş görürük, dürüst iş görürük. Allah razı qaldığı əməllər edir. Təəssüflər olsun, çox təəssüflər olsun, bizdə də oxşar durum var. Quranı təhrif edə bilməsələr də, amma saxta məlumat çox var. Yəni, başqa kitablarda saxta məlumatlar çox var, orada da oxşar şeylər az deyil. Heç də az deyil. Allaha dua edib yalvarım, Allahın Əl-Haq ismi ilə, Allah Zülcəlal və İkram haqqa haqq olaraq bizə göstərsin və haqq üzərində bizi sabit etsin. Allahın Əl-Qafur, Əl-Rəhman, Əl-Rahim isimləri ilə Allaha dua edib yalvarım ki, Allah bizim bilərəkdən, bilməyərəkdən kiçik və böyük günahlarımızı bağışlasın. Allahın Əş-Şəfi ismi ilə dua edib yalvarım ki, bütün xəstələrimizə Allah subhanahu wa ta'ala şifa versin. Allah sizlərdən razı olsun. Subhana rabbika rabbil izzət amma yasifun və selamun aləl mursalin və elhamdülillahi rabbil alemin.